Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətindən bölgə TV-yə verilən məlumata görə dekabr ayının 15-də saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasında Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması əlamətləri aşkar olunmuşdur. Sərhəd zastavı silaha komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri 1985-ci il təvəllüdlü Şahbazov Qədir Hüseynoğlu və 1986-cı il təvəllüdlü Babayev Zamiq Mövsümalıoğlu saxlanılmışlar. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Fikrət Qədimli, BTV.